Əlilliyi olan vətəndaşlara göstərilən dövlət dəstəyi proqramları cəmiyyətin sosial müdafiə sisteminin vacib istiqamətlərindən biridir. Bu proqramlar vasitəsilə müxtəlif kateqoriyadan olan şəxslərə maddi və sosial dəstək göstərilir. Mövcud dəstək mexanizmlərindən biri də birdəfəlik maddi yardımın verilməsidir. Bir çox vətəndaş birdəfəlik maddi yardımın nə olduğu, kimlərə verildiyi və bu yardımdan necə faydalanmağın mümkün olduğu ilə maraqlanır. Mütəxəssislərin sözlərinə görə, əlilliyi olan şəxslər müəyyən hallarda birdəfəlik maddi yardım üçün müraciət etmək hüququna malikdirlər. Birdəfəlik maddi yardım sosial dəstəyə ehtiyacı olan vətəndaşlara göstərilən maliyyə köməyidir. Bu yardımın əsas məqsədi vətəndaşların qarşılaşdıqları müəyyən çətinliklərin aradan qaldırılmasına dəstək verməkdən ibarətdir. Yardım müraciət əsasında təqdim edilir və hər müraciət fərdi qaydada qiymətləndirilir. Müraciət etmək istəyən şəxslər müəyyən sənədləri təqdim etməlidirlər. Ərizə forması doldurulmalı, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməli, əlillik statusunu təsdiqləyən müvafiq sənəd əlavə olunmalı və yaşayış yeri barədə arayış təqdim edilməlidir. Sənədlər aidiyyəti qurum tərəfindən qəbul olunduqdan sonra baxış prosesinə başlanılır. Qeyd olunur ki, birdəfəlik maddi yardımın məbləği əvvəlcədən müəyyən edilmiş sabit bir rəqəm deyil. Hər bir müraciət ayrıca araşdırılır və təqdim olunan məlumatlar əsasında qərar qəbul edilir. Buna görə də ayrılan yardımın həcmi müraciətin xüsusiyyətlərindən və qiymətləndirmə nəticəsindən asılı olaraq dəyişə bilər. Ekspertlər bildirirlər ki, müraciət zamanı sənədlərin düzgün və tam şəkildə təqdim olunması vacibdir. Çünki təqdim olunan məlumatların dəqiqliyi qərarın verilməsində mühüm rol oynayır. Əgər əlavə məlumat və ya sənəd tələb olunarsa, müraciət edən şəxsə bununla bağlı məlumat verilir. Sosial müdafiə sahəsində həyata keçirilən bu kimi tədbirlər əlilliyi olan şəxslərin rifahının yaxşılaşdırılmasına, onların sosial təminat imkanlarının genişləndirilməsinə və gündəlik ehtiyaclarının qarşılanmasına dəstək məqsədi daşıyır. Vətəndaşlara tövsiyə olunur ki, rəsmi qurumların açıqlamalarını izləsinlər və müraciət qaydaları ilə bağlı ən son məlumatları məhz rəsmi mənbələrdən əldə etsinlər. Əziz izləyicilər, bu mövzu ilə bağlı yeniliklər və sosial sahədə baş verən mühüm dəyişikliklər barədə məlumat almaq üçün kanalımızı izləməyi unutmayın. Fikirlərinizi şərh bölməsində yaza və videonu yaxınlarınızla paylaşaraq onların da məlumatlanmasına kömək edə bilərsiniz.